Pediatr kimdir? Nəyə görə biz övladlarımızı vaxtı-vaxtında pediatr müayinəsinə aparmalıyıq? Xüsusən həyatının ilk 6 ayında körpələr hər ay pediatr müayinəsində olmalıdır. 6 aydan 1 yaşa qədər uşaqlar 2 aydan bir pediatr müayinəsində olur. 1 yaşdan sonra isə ildə 2 dəfə pediatrın baxışı mütləq vacib lazımdır. Bəs pediatrlar nə edir? Deməli, ilk aylarda pediatrlar uşaqların boyuna, çəkisinə, baş çevrə, döş çevrəsinə nəzarət edir, reflekslərini yoxlayır, aylara uyğun inkişaf etdiyini, müəyyən bacarıqlarını əldə edib etmədiyini nəzarət edir. Bununla da uşağın həm fiziki, həm də psixoloji inkişafına nəzarət etmiş olur. Onların düzgün qidalanmasına nəzarət edir. Vaxtı-vaxtında pediatr müayinəsi uşaqlarda bir çox gələcəkdə baş verən xəstəliklərin qarşısını almış olur. Ona görə əziz valideynlərim, uşaqlarınızı tək xəstələnəndə yox, vaxtı-vaxtında rutin müayinələrə aparın ki, uşaqlarınız sağlam böyüsün.